Yəni Nərimanla bağlı aslı olsun, nə qədər vaxtdır müzakirələr çox gedir, həddindən artıq. Yəni mən özüm bilmirəm Nəriman haqqında nə deyim. Çünki yəni azarkeş mən hansısa bir fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olacağım, amma yəni daha yaxşı oynaya bilərdi, əlbəttə ki. Yəni mən dəfələrlə futbolçularımın yanında olmuşam, yəni bugün onların yanındayım, amma hər bir halda yəni ilk olaraq Kamilonu dəyişməyimiz, yəni özünüz də görürdünüz ki, oyun başlayandan nə qədər sprintdə oynadı, nə qədər o güc sərf elədi və demək olar ki, yorulmuşdu. Buna baxmayaraq, yəni belə bir cavabım yoxdur ki, azarkeşlərə, azarkeşlərin narazılığına hər hansı bir fikir bildirim. Sadəcə daha yaxşı oynaya bilərdi. Tək o yox, ümumiyyətlə, yəni sonradan meydana girən oyuncular. Sonra meydançı amilində, meydançı düzdür, ağır idi, amma yəni belə deyək də, indidən sonra mən hər hansı bir fikir bildirsəm ki, bu olmasaydı biz qalib gələrdik, filan olmasaydı biz qalib gələ bilərdik, amma hər iki komanda üçün eyni idi. Hava şəraiti də, meydança da, şərtlər eyni idi. Sadəcə mən dəfələrlə bildirmişəm ki, səbəb olaraq yox, sadəcə bu komandalar, hansı ki Avropadan gələn komandalar il boyu bu rejimdə, bu tempdə oynayırlar. Yəni biz ola bilər, məsələn, bugün bizim həddindən artıq istekli olmağımız bizi belə bəlkə də yorurdu. Yəni oyun başlayandan, yəni mən canlıda da öz fikirlərimi bildirdim və düzü mən oyundan kənardan baxıb həzz alırdım. Yəni 90 dəqiqə oyun dayanmadı, 90 dəqiqə oyun durmadı, 90 dəqiqə dinamika, sürət, mübarizə. Yəni bu hətta fikirlərini bildirdim ki, ümumiyyətlə son vaxtlar çox oyunlara baxmışdıq. Yəni həm analiz eləmişdik, həm Çempionlar Ligi oyunlarına baxırıq. Yəni bəlkə də bir son vaxtlar bir 3 oyun, 3 ən yaxşı oyunlardan biridir bugünkü oyun. Yəni dediyim kimi, hər iki komanda cəsarətli oynamağı, dediyim kimi, xeyli sayda qol episodu, qollar, ümumiyyətcə belə. Məğlub olduq, yəni belə deyəcək bir şey yox.